Azərbaycan ordusunun hər bir əskəri, zabiti yorulmadan, gecə-gündüz demədən vətənin müdafiəsində dayanır. Çünki hər bir azərbaycanlıya hələ bələkdən vətənin müqəddəs olduğu, vətən üçün qan tökməyə lazım gəldikdə isə öz canını qurban verməli olduğu öyrədilir. Vətənini canından da çox sevən və vətəni üçün şəhid olan igidlərimizdən biri də Leytenant Hüseynov Erkin Ədalətoğludur. Erkin 1998-ci il oktyabr ayının 12-də Gəncə şəhərinin Saddılı qəsəbəsində anadan olmuşdur. Təhsilinə Gəncə şəhəri 17 saylı tam orta məktəbdə başlayan Erkin, elə məktəbdə oxuyan zaman artıq hansı peşənin sahibi olacağını bilirdi. Müəllimləri heç vaxt Erkindən böyüyəndə nə olacağını soruşmurdu. Çünki biz soruşmasaq da o hər zaman mən böyüyəndə zabit olub vətənini qoruyacağam deyirdi, deyə onu xatırlayır. Orta təhsilini bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olan Erkin 2020-ci ildə məzun olur və hərbi xidmətə yollanır. 2021-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin təlim və tədris mərkəzində ehtiyat zabit hazırlığı kursunu müvəffəqiyyətlə başa vuran Erkin leytenant hərbi rütbəsinə layiq görülür. 2022-ci il 11 may, 15 iyul tarixlərində Komando Dağ təlim mərkəzində keçirilmiş Komando Başlanğıc kursunu müvəffəqiyyətlə bitirmiş və Komando Başlanğıc döyüş nişanı ilə təltif edilmişdir. Erkin 2022-ci il sentyabrın 12-də Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən geniş miqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olmuşdur. Ölümündən sonra vətən uğrunda medalı və Azərbaycan bayrağı ordeni ilə təltif edilmişdir. Şəhid leytenant Hüseynov Erkin Ədalətoğlu Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.